Bu gecə Bərdə rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmətindən verilən məlumata görə yeraltı təkanların epicentri Bərdə şəhərindən bir neçə kilometr aralıda Göyçay şəhərində qeydə alıb. Hiss elədik, həyətdə oturmuşduq. Hardasa 3-4 bal gücündə olmuşdu. O da ki, evdə olan ailə üzvləri evi tərk elədilər ki, onlar da güclü olar, ondan da güclü. Özünüz bilirsiniz də zəlzələ biraz təkrarlanan olur bəzi vaxt. Təkanların gücü Richter şkalası üzrə 4 bala qədər təşkil edib. Yeraltı təkanlar Bərdədə 3 baldan çox hiss olunub. Oturmuşduq parkda, elə gördük nəsə yer belə tərpəndi. Cəmaət də təşvişə düşdü, qaçan, qorxan. 3-4 balalar da belə, elə güclüydü, amma belə yer sirkələnir. Və birdən gördüm store, evdə olan bəzi əşyalar sirkələnməyə başladı. Bu vaxt hiss elədim ki, həqiqətən zəlzələ baş verdi Bərdədə. Evdən çıxdım çölə, həyatda gözlədim ki, zəlzələ keçməyə. Təxmini 3-4 bal belə gücündə ola bilər. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə tikililərdə dağıntı və insan tələbatı yoxdur. Cabir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Bərdə.